Uşaqlara ad qoymaq məsələsi əməlli başlı, çətindir, həm də məsuliyyətlidir. Çünki bu adı ömrünün axırına qədər daşımaq məcburiyyətində qalır və bəzən dəyişmək məcburiyyətində də qalır. 18 yaşdan sonra. Bəli, hansı hallarda dəyişməlidir? Ümumiyyətlə, uşaqlara ad qoyularkən nəyə fikir vermək lazımdır? Tək uşağa ad qoymaq yox. Ümumiyyətlə, ad qoyma mərasimi çox çətin bir məsələdir. İstər bu uşağa qoyulsun ad, istər kitaba qoyulsun, istər əsərə qoyulsun. Bu baxımdan biz bugün elə bir qonağı dəvət etmişik ki, həm elə uşaqlara ad qoyulmaq mərasimində də, kitablara ad qoymaq mərasimində də əməlli başlı fikirləşən bir qonağımız var və yazıcı şair Qəşən Nəcəfzadə bizim qonağımızdır. Xoş gördük sizi. Sabahınız xeyir olsun. Necəsiniz? Bu gözəl mart ayında. Sizin də. Biz bugün adlardan danışırıq. Bilirəm ki, sizin üçün də öz əsərlərinizə, kitablarınıza ad qoymaq çətin olur bəzən. Çünki özünüz də qeyd etdiniz ki, ad insanı çağırmalıdır. Bəs ümumiyyətlə, uşağa ad qoyarkən nəyə fikir vermək lazımdır? Yəni, ümumiyyətlə, valideyn istədiyi adı öz övladına qoya bilərmi? Onun bu belə bir səlahiyyəti varmı? Ad da yaradıcılıqdır. Bax, elə şeir kimi, roman, povest kimi, ədəbiyyat kimi ad da yaradıcılıqdır. Çox təəssüflər olsun ki, bu bizdə biraz zəiflik və bu sahədə müəyyən bir yaradıcılıq prosesləri getməyib. Və ona görə də mən çox sayda uşaqların dilindən eşitmişəm ki, deyir, kaş böyüyəndə öz adımı özüm qoyaydım. Uşaqlar biraz böyüyən kimi zadlarını sevmirlər. Deyir, mənə bu adı niyə qoyublar? Niyə bu adımı niyə mənə verdiniz? Deyək ki, ona ya ulu babaların adını qoyub, ya babasının adını qoyub. Nə olsun ki, babasıdır, babanı sevir. Ancaq o babasının adını evdə o qədər eşidib. Bu adı da bir ömür boyu təzədən eşitmək məcburiyyətində qalır deyənə, istəyir ki, onun adı təzə olaydı. Da o babasını həmişə adını eşidiblər. Və yaxud qız uşağı olur, nənəsinin adını həmişə evdə deyiblər, eşidib. İndi istəyir ki, onun adı ayrı bir adı olsun. Çünki o nənəsinin adı ona qoyulanda, nənəsi yaşlı adam olub deyin, bu da balaca bir uşaqdır. Özün biraz o yaşlı ad elə bilir ki, o yaşlılığı da ona daşıyır. Ya baba adı elə bilir ki, o babalığı da balaca 1 yaşında, 2-3-4 yaşında uşağa daşıyır. Böyümədən sanki yaşlanır. Bəli, bu psixoloji bir prosesdir də. Əgər baba qocadırsa, onun adı lap belə yaxşı ad olsa belə, bu uşağa qoyulanda özüm baba kimi hiss eləyir və nənə kimi hiss eləyir. Ona görə deyirəm ki, ad da yaradıcılıqdır. Mən istərdim ki, adlar haqqında kitab nəşr olsun. Bir 300 səhifə, 400, 500 səhifə adlar nəşr olsun. Bu, Ədliyyə Nazirliyinin qeydiyyat idarələrində, doğum şəhadətnaməsi veriləndə və yaxud onların bir valideynə göstərsin o kitabı və yaxud doğum evlərində uşağı xəstəxanadan çıxardanda onun bələyinə də həmin o, necə ki, xalqımızın mentalitetində var, bələyə pulu saçmaq. Elə o kitabı həmin onun bələyinə saçsınlar ki, qoy bu kitabı da aparın, evdə ad qoyanda bu kitabın içindən ad seçin. Çünki bizim xalqımızda ad qoymaq məsələsində adiyyata ədəbiyyat yoxdur. Valideyn fikirləşir, ad qoyur, qonşunun da uşağının adı o adlandı. Və məktəbə gedirsən, görürsən ki, məktəbdə 4 qızın adı sevinçli, ya 2 qızın adı sevinçli, ya Turaldır, ya Fuaddır. Bu da yeknəsəklik yaradır. Çünki valideynlər ad seçməkdə, ad tapmaqda çox çətinlik çəkirlər. Bir dəfə bir taksi sürücüsü var, həmişə mən onunla gedirdim. Dedi, Qəşən müəllim, mən bir nəvəm olub, adını nə qoyum? Fikirləşmədən dedim, Ömər. Sevinə gəldi ki, Ömər qoyduq. Gör, indi bunlar nə qədər axtarıblar. Bu axtarmaq problemini bilirəm də. Sonra birazdan yenə mənə rast gəldi. Dedi, bir nəvəm də olub, adını nə qoyum? Dedim, onun adını qoy Xəyyam. Yəni, bir evdə Ömər Xəyyam belə yaşasın. Mən ailələr görmüşəm, oğlunun bir adı Mikaildir, birinin adı Müşfiqdir, birinin adı Əhməddir, birinin adı Cavaddır. Bu, xalqın ədəbiyyata olan sevgisindən irəli gəlir. Mənə elə gəlir ki, xalqımızda bu savadı, bu düşüncə texnologiyasını inkişaf etdirməliyik ki, onlar
ad tapsınlar. Onda belə çıxır ki, ənənələrə sadiq qalmalıdır adlar, doğru? Siz ümumiyyətlə ənənələrə sadiq qalmanın tərəfdarısınız, yoxsa müasir adlara da necə yanaşırsınız? İndi mən deyərdim ki, Əhməd Cavad, Ömər Xəyyam və Mikayıl Müşfiq ənənədən daha çox dəyərdir. Bəli. Mən burada dəyərə, ad baxımından dəyərə sadiq qalmağı deyirəm. İndi baxın, 30-cu illərdə məsələn, Azərbaycana traktor gəldi, xışı göndərdilər muzeyə və bizim şairlərimiz traktorlara çoxlu şeirlər yazdılar. Hətta mənim ən çox sevdiyim şair Mikayıl Müşfiqin şeirlərində 30 dəfə traktora adı çəkilib, kombaynın adı çəkilib, ona şeirlər qoşub və hətta deyirlər ki, mən oxumuşam da və eşitmişəm də. Bəzən elə olur ki, mən həyatımda eşitdiyim şeyi oxuduğum kimi yadımda qalır, oxuduğum şeyi eşitdiyim kimi yadımda qalır. Mərkəzi Komitənin katibi Ruhullah Axundov Hüseyin Cavidi çağırır yanına və deyir ki, Cavid əfəndi, siz niyə traktora şeir yazmışsınız? Cavid baxır ki, bunun başının üstündə tabloda dəniz şəkili, qız şəkili, bir romantik bir şəkil. Deyir ki, Ruhullah, oğlum, sən nə vaxt traktorun şəklini başının üstündən asacaqsan, mən də traktora şeir yazacağam. Və Cavid əfəndi çox ağırlı bir cavab verir. Bu illərdə bizim kətdə də yaşayırdı. Təşkilat, Sovet, Komsomol, Kombayn, Bəli, o adlarda adamlar var, olur. Otel adında, yəni şöbədə, bizim dilimizdə bəlkə də bu da, Otel adında insan mən tanıyıram, hərbi xidmətdə elə bir insanla tanış oldum. Və bu dediyim adların çoxunu da mən tanıyırdım. Kəndimizdə ya qonşu kəndlərdə bu adlar mənə rast gəlib. Gör, insanlar öz evlatlarına dəmir-dümür adları, texnik adları qoyurlarsa, gör, indi onların o düşüncəsi, o milli düşüncəsi, ad düşüncəsi nə səviyyədə olur. Sizin adınız da maraqlıdır, Qəşəm müəllim. Mənim adım mənim də biraz xoşuma gəlmir. Amma get-gedə xoşuma gəldi. Bu da nədən irəli gəldi? Əvvəla burada əl səsləri bir-birini izləyir. Həmcins saitlərdə də Qəşəm, Gülşən. O sözlər bizim sözlər deyil ki, orada həmcins saitlər bir-birini izləməsin. Məsələn, kitab. Biri idi, o birisi də A-dır. Bir-birini izləmir. Biri qalın. Və mən bir Albaniyada mənim bir tərcüməçim var, mənim kitabım çap olunub, Rozi Tihori, Alban şairidir. Və o deyir ki, biz məktublaşırıq, dedi ki, biz qohumuq. Yəni, Azərbaycanlılarla Albanlar özlərini qohum bilir və bunu əvvəldə nəsə yenə dəyişmişdim və yenə nəsə oxumuşdum. Və o şairin sözü də mənə belə çox qəribə gəldi, bir sevindim. Dedi, Qəşəm bizim sözdür. Deyirəm ki, qəşəm nə deməkdir? Deyir, qəşəm, mən qalib gəlirəm, mən qəş edirəm, mən sevinirəm, mən gülürəm deməkdir. Sonra bir dini baxımından, deyək ki, din xadimləri mənə deyirlər ki, sənin adın Peyğəmbər adıdır. Məsələn, qəşəm, şəm, qəşəm, şəm. Qəşəm, bir də xırda şəm. Və ilk dəfə istədim ki, elə kitabımı adımı şair kimi belə qoyum ki, qəşəm, bir də xırda bir şəm. Nəsə beynimə batmadı. Amma Alban şairinin o sözü beynimə batdı və bir neçə də bu anamın dilində gözəl səsləndi. Atamın və evlatlarımın da dilində gözəl səsləndiyi üçün, indi də nəvələrimin dilində gözəl səsləndiyi üçün və mən bu adı sevdim. Və 6 nəvəm var, heç birinə də mən adımı qoymadım. Bəzən bir məsələ də var, bax, siz qoymamısınız, amma bu xüsusilə də babaların bayaq dediyiniz kimi nənələrin adları qoyulur və bunlar da biraz müasir dövrlə səsləşməyən adlardır və həmin uşaqlar üçün xüsusilə yükə çevrilir. O adı daşımaq çətin olur. Yəni, özlərini biraz sıxıntılı hiss edirlər. Bəzən dostları onlara biraz zarafat eləyir, sataşır. Bu barədə nə düşünürsünüz? Biraz artıq bu məsələlərə də daha diqqətli olmalı deyilmi valideynlər? Əlbəttə, valideynlər diqqətli olmalıdır və o diqqətli olanlardan da biri mənəm. Deyək ki, mən nəvəmin adı Barışdır. Həm ad kimi Barışdır, həm də Sülh. Sülh mənasında. Məsələn, mən Barışa adımı qoyaydım Barışa. Barış da mənim yanımda böyüyür və fikirləşəcək ki, babamın hər gün təziyə qalxırdı. Babamın şəkəri var idi. Babamın başı ağrıyırdı da. Məsələn, bunların xəstəliklər məndə yoxdur. Amma ümumiyyətlə,
babam bəlkə ürəyin tutdu, ağrıdı. Ya bir kişi babam kimlənsə mübahisə elədi, babam gəldi özüm pis elədi. Bütün bu mənfi çalarlar mənim adımla köçür o uşağa ki, babam belə idi, mən də belə olacam. Babam ağrıyırdı, mən də belə olacam. Babam deyək ki, qorxurdu, mən də qorxaq olacam. Yəni, bu mənada adların o silsilə şəklində davam etməsinə mən yaxşı baxmıram. Çünki ad da təzələnməlidir. Necə ki, ədəbiyyat yenilənir, su yenilənir, hava yenilənir, təmizlənir. Bu həm də ad, həm də Azərbaycan dilidir. Axıcı olmalıdır. Ona görə də sizin sözünüzə gələrək və mən demək istəyirəm ki, valideynlər heç də demək köhnə adları, xüsusən dünyasının dəyişən adlarını və o adamlar da bəzən uşaqların gözünün qabağında dünyasını dəyişiblər və bu uşağın yaddaşında onun psixologiyasına mənfi təsir göstərir. Və ən yaxşı adlar iki icallardır. Yəni, mürəkkəb ad qoymaq özləri bilərlər. Mürəkkəb adlar qoyurlar. İki adın birləşməsindən adlar qoyurlar. Xüsusən də bu dini adlarda bu iki adlar daha çoxdur. Bizim adlarımızı bəyənirsiniz? İki ecaldır bizdə. Necədir sizcə? Ayşil gözəl addır. Firuz. Gözəl addır. Hə, iki ecaldır. Əsas o da bundan razı. Adınızla yaşayın. Adınızla yaşayın. İndi bir şey də var da. Mən bayaq mənfi çalarları dedim. Bəli. Tutaq ki, Ayşilin evladı və yaxud nəvəsi və yaxud sizin Firuzun evladı və nəvəsi deyəcək ki, mənim anam və yaxud mənim atam və yaxud mənim nənəm və yaxud babam televiziyada aparıcı olublar. Bu da ona müsbət təsir bağışlaya bilər. Və deyək ki, orta məktəbə gedəndə deyəcəklər, sən televiziyada veriliş aparır Ayşil. Onun nəvəsi. Onun nəvəsi də mənim nənəm belə deyək ki, aparıcı olur. Yəni, eyni zamanda bunu başqa sahədə işləyən adamlar da aid eləmək olar. Məsələn, mən demək istəyirəm ki, bu da var, bu gözəllik də var. Amma ən yaxşısı odur ki, məsələn, Cəfər Cabbarlı əsərlərini yazanda nə gözəl adlar qoyur, nə gözəl adlar seçib. Gülər, Dilarə, Firuzə. Bax, özü də axırı açıq sahibdir. Dilarə, şəlalə kimi, şəlalə, Firuzə, qapalı saytı, qəşəm, özə dodaq samitidir, kifləşəm. N-L-M-N. Aysa. Ona görə də mən istəyərdim ki, həm mürəkkəb adlardan istifadə eləməsinlər, həm dünyasını dəyişmiş adamlardan adlardan istifadə etməsinlər. Bu ad kasatlığı var da bizdə. Hətta bizdə, məncə bu bir yaxşı cəhət idi qabaq. Mən balaca vaxt olanda eşidirdim. Bizim qonşuda əgər Tural adında bir oğlan varsa, o biri qonşu Tural qoyanda, o biri qonşu ondan inciyirdi ki, bəs bu mənim oğlumun adı, sən niyə qoymusan? Məhz bu baxımından adları qoymurdular da, biraz ayrı axtarırdılar. Və yenə fikrimin əvvəlinə gəlirəm ki, bu barədə bir kitab çap olunmalıdır, bir vəsait olmalıdır, bu evlərdə olmalıdır, bu uşaqları, körpələri doğum evindən çıxardanda onlara hədiyyə verilməlidir. Bax, elə yaxşı bir məqama gəldiniz, Qəşəm müəllim. Adlar, bayaq dediyiniz kimi də, adları kim icad eləməlidir? Məsələn, biz bilirik ki, yazıçılar, məsəl üçün Günel var, məsələn, Tural məsələsi var, adları var, bu barədə danışılır. Ümumiyyətlə, yazıçıların da rolu burada çox böyükdür də. Onlar çünki Cəfər Cabbarlıdan elə siz özünüz misal çəkdiniz. Və yaxud Süleyman Rəhimovun Saçlı romanı var. Mən elə gəlir ki, Saçlı gözəl bir qız adıdır. Saçlı. Gözəl bir adıdır. Əgər məni eşidənlər varsa, evlatları təzə dünyaya gəlibsə, elə bu adı qız balamıza qoysunlar. Saçlı gözəl bir adıdır. Və demək, bu adların kasatlığı ondan irəli gəlir ki, insanlar, valideynlər az mütaliə eləyirlər. Çox az mütaliə eləyirlər. Mən həmişə deyirəm, onların mütaliəsi olsa, həm onların dilinin, nitqinin inkişafına, mühakimə qabiliyyətinin inkişafına müsbət təsir göstərər. Həm də o kitablardan adlar götürərlər. Adlar götürərlər, amma çox təəssüflər olsun ki, xarici ölkə ədəbiyyatlarından çox mütaliə eləyən, həmişə mən bir sözüm var deyirəm, deyir, qonşudan gələn halva şirin olur. Və bugün
bugün xarici ölkə ədəbiyyatı bizdə daha çox oxunur, nəinki öz ədəbiyyatımız. Xarici ölkə ədəbiyyatındakı obrazları gətirib digər millətlərin adlarını gətirib evlatlarına qoyanlar var. Yəni bu gedir ki, kitab oxusun, savadlansın, amma oradan ad götürüb buyurub Əgər ad evladım. gözəldirsə, məsəl üçün dilimizə yatırsa, gözəl səslənirsə və o adla bağlı hər hansı bir mənfi, negativ bir hekayə yoxdursa, xarici adlardan gedir söhbət. Niyə də olmasın, nəyə görə olmasın? Məsəl üçün, siz saçlı dediniz, mən bir anlıq o dəqiqə gözüm qabağında həmin o bu adla böyüyən bir qızın məktəb vaxtlarında yaşaya biləcəyi qısnamalar gözümün qabağına gəldi. Yəni ona qarşı müəyyən bir zarafatlar, xoşa gəlməz zarafatlar, hansılar ki, onun qəlbinə dəyə bilər, hansılar ki, onun psixologiyasına mənfi təsir göstərə bilər ki, bizim cəmiyyətdə də bu kifayət qədər çoxdur. Bu qısnamalar olsun, sataşmaqlar olsun, uşağı adına görə, eynək taxdığına görə və s. Yəni bunlarla biz çox rastlaşırıq. İndi təsəvvürünüzə gətirin ki, bir qızın adı saçlıdır, başqa qızlar ondan başlayırlar zarafatlamağa. Saçlı, yox bir saçsız, nə bilim nə. Yəni bu görün nə qədər mənfi təsirlərə məruz qala bilər. Ona görə o ad seçərkən də mənə elə gəlir ki, elə bir ad olmalıdır ki, o uşağın məhz o dönəmi ki var, o yetişkənlik dönəmi, o böyümə dönəmində rastlaşa biləcəyi qısnamaları da valideyn nəzər almalıdır. Əgər ola bilər qarşısında ağlında bir ad yoxdursa, siz demişkən bizim o yazıçılarımızın vaxtında istifadə elədiyi qız adları çox gözəl bir nümunə ola bilər. Bəli. Bir şey deyim də, ola bilsin ki, o saçlıya sinif yoldaşı bir irad tutsun. Amma saçlının yaratdığı mənəvi assosiasiya get-gedə həm yaşıdlarının, həm də böyüyəndə tələbə yoldaşlarının, sonra ailə həyatı quranda qonşularının gözündə elə bir mənəvi çalar əmələ gətirəcək ki, onun dadı duzu heç bir adda olmayacaq. Ona o saçlı, saçsız deyənin özü artıq səviyyəsizlikdir. Yəni, saçlı gür deməkdir, saçlı gözəl deməkdir. Bizdə Azərbaycan xalqında saça böyük bir sevgi var. Yəni uzun saça, saçlı. Yəni onda qalsa elə bütün adlara da təbii, biz saçlını bir nümunə olaraq dedik. Yəni onun timsalında kifayət qədər adlar var. Sadəcə olaraq mənə elə gəlir ki, hər bir vətəndaşa icazə verilməlidir və haqq verilməlidir ki, o istəyirsə əgər adını dəyişdirə bilsin. Yəni bu düzdür, qanun nə deyir rubrikasında. Bəli, onun haqqı olmalıdır ki, əgər mən bəyənmirəmsə adını dəyişin. İcazə əlbəttə verilir də, siz dediyiniz yaşda icazə verilir, amma onu deyim ki, bizim xalq ad qoyan xalqdır. Yəni, adpərəstdir. Sadəcə evlatlarına yox. Demək, bu da kəndin dilidir də. Yəni, siz də hardansa bir kənddən, ya bir bölgədən, bir rayondansınız. Və orada görürsünüz, kənddə adamlar bir-birinə nə qədər ayamalar qoşurlar, ad qoyurlar. Bu çox, həm bu yaradıcılıq məsələsidir, həm də bunun mənfi çaları da var da. Mən çəkəm, məsələn, deyirlər ki, məsələn, misal Qəpişnik Mamid, məsələn, deyirlər də. Və yaxud Dağar Abbas və yaxud deyirlər Lovğa Flankəs. Hələ mən bunun çox belə yaxşı olanlarını deyirəm. Elələri var ki, dilə gətiriləsi deyil. Amma kət bunu qoşur, cəmaat bunu deyib. Heç o qoşulan adamın özü də bundan incimir, xoşal olur. Onu o cür çağırırlar, artıq orada bir formalaşıb da bu məsələ. Artıq bu, onların mənəviyyatının zənginliyi kimi başa düşür ki, xalq yarada bilir. Bir var ki, qarşındakı hər hansı bir hadisə və ya görüntü səndə assosiasiya yaratmaya. Sən yarana bilmirsən, sən coşub kükürəyə bilmirsən, qaynaya bilmirsən. Adam var ki, bir gənə gedib gözəlliyə baxır, o gözəllik onda nitq yaradır. O gözəllik onda şiir yaradır, dil yaradır. Sənə təsir edir, beyninə təsir edir. Ona görə də kənd cəmiyyəti bir-birinə belə adlar qoşur və bu da kənd dilidir. Əgər bir gün o ayamaları onların əlindən alsan, o kəndin dili pəltək olacaq. Hətta mən belə olacaq. Və hətta mən bir pəltəkli kəndi də yazmışam. Qadağan eləyir ki, bir-birinizə ad qoşmayın, ayama qoşmayın, kəndin dili pəltəkdir. Bu da bir yaradıcılıqdır. Mən indi gələk o adların qoyulmağı, indi müəlliflər də kitabına ad qoymaqda çətinlik çəkirlər. Və yaxud mən baxıram ki, elə mən bir küçəmizə də adlar qoyurlar. İndi şəhidlərimizin adı var, yazıçı və şairlərimizin adı var. Məsəl üçün, küçəmizdə elə adlar var ki, bir tərəfdə yazılıb, küçənin bu başında yazılıb Mikail Müşfiq F ilə.
bir 20 metr gedirsən yazılıb Mikail Müşvik V-la yazılıb. Bir yox, elə küçədə, elə küçələrimiz var ki, Zavağzanlıya var idi, elə adlar qoymuşdu vaxtı ilə, yaxşı ki onları dəyişdirdilər. Yəni deyirəm ki, küçəyə də adlar qoyanda, uşaq həmin o küçə ilə addımlayanda və o küçədə gözəl adı görür valideyn, o adı gətirsin uşağına qoysun. Bu bir kitabdır, bir dərslikdir, bir vəsaitdir. Onu küçədə görür, o adı görür, lövhələrdə görür. Siz deyirsiniz kiminsə adı lövhədədirsə, küçədədirsə, həmin addan istifadə etmək? Məsələn, bizim tanınmış tarixi şəxsiyyətlərimizin adından gedir. Azərbaycan üçün dəyər olan insanların adından gedir ki, valideyn tapmayanda bir də başını qaldırar ki, bu filankəsin küçəsidir, elə onu qoyun oğluma. Yəni, bu əyani bir vəsait kimi ola bilər. İstifadə edə bilərlər. Kitab əvəzinə, əgər kitab yoxsa bundan istifadə edə bilərlər. Məsələn, Mikail Müşvik bizim böyük, gözəl şairimizdir. Mikail Müşvikin ilk kitabının adı bilirsiniz nə olub? Pambıq. Mən həmişə fikirləşirəm ki, gör ona nə qədər əzab əziyyət veriblər ki, bu adam kitabına Pambıq adı qoyub. Bu adı şairin təyinatıdır. Və Səməddin kitabının adı nədir? Könül dəftəri. Görürsən, gözəldir. Könül dəftəri. Ad qoymaqdır da. Ədəbiyyatda sinixdoxa var. Ad qoymaq. Yəni, hər hansı bir hadisəni o adla nişanalamaq. Məsələn, niyə 20 yanvar dedilər? Görürsən, qaldı 20 yanvar. O faciədən o ad qaldı. Və yaxud kətdə hər hansı bir hadisə baş verəndə o hadisə ilə o ad qalır. Məsələn, biz qabaq, bax bu ad qoymaq sinixdoxaya gətirirəm, qabaq biz Qız qalası deyirdik və yaxud biz Məmməd deyirdik və yaxud Nizami deyirdik. Artıq pul 50 manat idi, ancaq biz ona Nizami deyirdik. Çünki ona görə ki, bu Nizami sözü artıq sinixdoxadır, ad qoymaqdır. Biz ad qoymağa belə şeylərdə və yaxud ayamalar qoşmaqda bu xalq çox məhsuldardır. Ancaq öz evladlarına seçib ad qoymaqda mənə elə gəlir ki, və hörmətli tamaşaçılar, bizə baxanlar da məni təsdiqləyər ki, burada çox əziyyət çəkirlər. Və kitablara gərək elə ad seçəsən, yazılarınıza gərək elə ad seçəsən və yaxud publisistikamızda, mətbuatımızda bəzən elə başlıq qoyurlar ki, bu başlıq diqqət çəkir. Məsələn, mənim oğlum Kəramət Böyükçül bir dəfə mənim haqqımda böyük bir yazı yazmışdı, bir səhifə. Başdan yazmışdı ki, kaş Qəşəm Nəcəfzadə mənim atam olmayaydı. Bəli, onu da başlığa heç kəs yazını axıra qədər oxumur. Doğrudur. Elə başlığı oxuyub deyirlər, sənə ayıb olsun, o kişi səni böyüdü, o kişi səni oxudub, sən niyə belə deyirsən? Amma gəlib Kəramət axırda bir cümlə yazır. Mən onu şair kimi çox tərifləyərdim. Aydın məsələdir. Çox təşəkkür edirik Qəşəm müəllim. Bəli, buyurun. Görürsən, ad nə qədər gözəl bir assosiasiya yaradır. Və hər bir uşağa qoyulan ad onun mənəvicəsən kamilləşməsinə səbəb olur. O adın gözəlliyi ona təsir eləyir. Başqa planetlərdən enerji şəkilində onun beyninə olur. Dədə Qorqud ad qoyurdu. Bəli. Bizim, və yaxud anar adını Rəsulullah qoyduğunu, ondan sonra anar adı nə qədər geniş bir ahətələndi, daha çox hamı o evladlarına belə adlar qoydular. Çox sağ olun. Təşəkkür edirik Qəşəm müəllim. Çox maraqlı söhbət oldu. Mən sizə təşəkkür edirəm. Ad qoyma məsələsində valideynlərin ən çox diqqət etməli olduğu məqamları vurğuladınız və nələrlə bağlı olmalıdır adlar. Əsasən onları qeyd elədiniz. Təşəkkür edirik sizə və kitablarınıza da gözəl adlar qoymağınızı arzu edirik gələcək üçün də. Və biz bugün uşaqlara qoyulan adlardan danışdıq. Ümumiyyətlə, hansı adları qoysaq daha belə bir məsələ və urvatlı olar. Yəni, uşaq o adı gözəl daşıya bilər və bizim qonağımız şair yazıcı Qəşəm Nəcəfzadə idi.